Ukrayna sülh istəyir, lakin Rusiyaya təslim olmayacaq. Bunu Prezident Zelenski Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə bildirib. Yubiley tədbirlərində Ukrayna paytaxtına gələn qonaqlar arasında Avropa Şurasının prezidenti Antonio Costa, Böyük Britaniyanın baş naziri Andy Burnham, Lüksemburqun baş naziri Luke Frieden və digər liderlər olublar. Costa ölkənin mübarizəsinin həm də Avropanın mübarizəsi olduğunu vurğulayıb. Zelenski isə müdafiə sənayesinin Ukraynanın müstəqilliyini gücləndirmək üçün əsas sütuna çevrildiyini qeyd edib. Dəniz dronlarımız döyüşdədir. Düşmənin donanması var idi. İndi isə o metal yığınına çevrilir. Lakin biz daha çoxunu batırmalıyıq. Orta mənzilli zərbələrimiz onların logistikasını qırır. Uzun mənzilli imkanlarımız isə onların mənfəətini azaldır. Zelenski Ukrayna zərbələrinin bir çox Rusiya şəhərlərindəki hədəflərə çatdığını bildirərək, Flamingo raketlərinin kütləvi şəkildə istehsal edilməli olduğunu vurğulayıb. O, həmçinin Vaşinqtonun Moskvanı müharibəni dayandırmağa məcbur edəcək sanksiyalar tətbiq etməsini tələb edib. Səfər zamanı Böyük Britaniyanın qanadlı raket komponentləri ilə bağlı məlumatları açıqlayacağı gözlənilir ki, bu da daxili istehsalın qurulmasına kömək edə bilər. ABŞ isə Ukraynanın suverenliyinə sadiqliyini bir daha təsdiqləyib.